Vipavsla Respublika turumuz davam eləyir. Dumanlı çiskinli payız günündə çox uzağa getmədən gəlib çıxırıq tarixi çox qədimə dayanan Niz bazarına. Hər həftənin bazar günü burada ətraf kənd və rayonlardan gələn alverçilərin iştirakı ilə böyük bir bazar qurulur. Biz də gəlmişik görək maraqlı nə tapırıq. Niz bazarında tapa bilməyəcəyiniz bir şey yoxdur. Santexnika mallarından tutmuş qab-qacaq, elektronika malları, hər cür xırdavat, dəmir dümür, geyimlər, ayaqqabılar, ətirlər, bir sözlə burada hər şeyin öz alanı və satanı var. Biz də gəlmişkən əvvəlcə bazarı ümumi yaxşıca gəzdik. Sonra da qayıdıb gəldik kənd təsərrüfatı malları və meyvə-tərəvəz satılan tərəfə. Sonra burada təzə siveji, canlı tapşırmamış balıqlar görürük. Hal-hazırda balığın əsl ən yeyilməli vaxtıdır. Biz də bir dənə xana balığı alırıq ki, günorta ustamız öz məharətini göstərsin. Balığı da gətirib qoyduq maşına ki, bazarda gəzməyə davam eləyək. Sonra gördük ki, bagajdan səs gəlir. Biz də balığın yanına 1 litrlik su qoyduq ki, başını qatsın, sonra da geri qayıtdıq bazara ki, nar axtaraq. Göyçayın Bığır kəndindən gəlmiş bir dayı nar rastlaşırıq. Dayı deyir ki, narahat olmayın, narım da Bığır narıdır. Bir dənəsini də kəsib degustasiya üçün verir, sonra alverimizi eləyib qayıdırıq maşına. Gəlmişkən istədik Niz qəsəbəsinin özünü də çox qısa da olsa çəkib göstərək. Nizin girişində bir məscid var, daxilində isə 3 kilisə fəaliyyət göstərir. Həqiqətən Niz çox multikultural bir yerdir və insanları çox mədəni, mehriban və qonaqpərvərdir. Niz qəsəbəsi haqqında ətraflı məlumatlar internet resurslarından əldə edə bilərsiniz. Kifayət qədər məlumat var. Sonra da çox uzatmadan gəlib çatırıq obyektin qabağına, bagajı açıb görürük ki, balıq suyun hamısını içib. Balığı da gətirib ustamıza təhvil veririk. Ustamız da başlayır yavaş-yavaş balığı hazırlamağa. Bizdə balığa ilin soyuq fəsillərində üstünlük verilməsinə baxmayaraq, Ümumdünya Səhiyyə Təşkilatı həftədə 3 dəfə balıq yeməyi tövsiyə edir. Balığımızı manqala yola salıb başlayırıq masanı qurmağa. Vipavsla balıq çeşidləri ilə bərabər balığın yanında ürəyiniz istəyəcək qədər salat, turşu və məzə çeşidləri də var. Balıq ətinin tərkibi zülallar, yağlar, mineral maddələr, vitaminlər, fermentlər və digər bioloji aktiv maddələrlə olduqca zəngindir. Qəndin yanında çay, çayın yanında bal, balın yanında yağ, balığın yanında da turşu olmadan olmaz. Siz də bu ləzzətdən dadmaq üçün videonu bərabər gələcəyiniz dostlarınızla paylaşın. Əlavə suallarınızı və video haqqında fikirlərinizi də yazmağı unutmayın. Bir dənə də lazımsız məlumat verim. Dekabrın 2-si Pablo Escobar'ın anım günüdür.